Herkese salamlar dostlar. Mən Şahin. Kənli Məzəralarım YouTube kanalına xoş gəlmisiniz. Bu səfər də sizlərə Kayıp Prensesdən bu videomuzda danışacağıq. Tamamilə başqa bir mövzu. Elə isə videomuza keçək. Kayıp Prenses 30-cu bölüm haqqında bilgilər. Əgər 30-cu bölüm olsaydı nə baş verəcəkdi? Tamamilə bunlar baş verəcəkdi. Selim Duru'nun qızı olduğunu öyrənəcəkdi və ona bir daha qohmama üzrə möhkəm sarılacaqdı, yəni qucaqlayacaqdı. Daha sonra isə Dəfnədən açıqlama istəyəcəkdi və bütün bunların nə səbəblə olduğunu və Durunu niyə ondan gizlətdiyini söyləməyini istəyəcəkdi. Amma Dəfnə heç bir şey söyləyə bilməzdi, çünki əgər nəsə söyləsəydi, səssizlik vadisi üzündən dünyasını dəyişə bilərdi Selim. Kraliçə Dəfnə heç bunu gözləmirdi. Bir anda təəccüblə baxdı və o anda zamanı durdurmaq ağlına gəldi. Daha sonra isə Fısıltılar Kraliçəsi Leya gəldi və onun üçün bir iksir gətirdi və o iksiri Selimin üzərinə səhməsini istədi. Çünki əgər Selim o iksirdən təsir alacaqdısa, səssizlik vadisi heç bir şey yaramayacaqdı və Dəfnə ona bütün gerçəkləri aydın şəkildə deyəcəkdi və də elə də oldu. İksiri Selim'in üzerine səpdilər və Dəfnə bütün olan bitənləri Selim'e danışdı. Selim təəccüblə baxdı, təəccüblə qaldı. Olanlara inana bilmədi. Çətin də olsa nəhayət inana bildi və Dəfnəyə belə dedi: "Bütün bu fədakarlıqlar qızımla mənim üçünmü?" və onlar barışdılar. Daha sonra Selim bu sayədə Iris'in də bir cadugar olduğunu öyrəndi və onu qızı Nillə birlikdə evindən uzaqlaşdırdı. Daha sonra isə Iris peşmanlıq duyduğunu deyərək qızı Nili də götürüb şəhəri tərk elədi və tamamilə onlardan bir daha xəbər alınmadı. Daha sonra nələr oldu? Komutan Arun da artıq bu aşkın, yəni Selimlə Dəfnənin eşqinin ortasından çəkilməyə qərar verdi və artıq bu eşqə mane olmayacağını söyləyərək geri çəkildi. Və sonra nə oldu? Günəş ölkəsində Komutan Orun başqa bir pəriyə aşiq olaraq onunla evlənib sonsuza qədər xoşbəxt oldu. Sonra isə Tork və Duman adam da pislikdən bir xeyir gəlməyəcəyini anladılar və yaxşılığın tərəfinə keçdilər. Onlar da o şəkildə həyatlarını davam etdilər. Sonra isə nə baş verdi? Fəzza müəllimənin əslində Sarp oğluymuş, qardaşı deyilmiş. O da ortaya çıxdı. Bu sayədə Gülçehrə Feyza öyrətmənə, Feyza müəlliməyə daha doğrusu dəstək oldu və araları həqiqətən də yaxşı oldu. Sarp da zamanla Feyza öyrətməni anlayaraq onu bağışladı və onların da arası çox möhtəşəm oldu. Gülçehrə və Sarp da bu sayədə evləndi və onlar da sonsuza qədər xoşbəxtliyin zincirini tutdular. Ən möhtəşəm sonluğu isə belə baş verdi. Selim, Dəfnə və Duru barışaraq həqiqətən də xoşbəxt bir ailə olmağı başardılar və sonsuza qədər onlar da xoşbəxt yaşadılar. Həm Kraliçə Dəfnə Günəş ülkəsini yönəltdi, həm də ailəsi ilə birlikdə oldu və sonsuza qədər bu şəkildə davam etdilər. Bax belə dostlar, videomuz bura qədər idi. Like atmağı, abunə olmağı, dəstək olmağı, yorum yazmağı da unutmayın. Təşəkkürlər. Bütün bunlar bir teoriden ibarət idi. İnternetdə yayılmış bir məlumat idi. Bax belə sizlərə çatdırdım. Təşəkkürlər.